xarakterimdə, xasiyyətimdə nə vəzifədən gedənin, nə dünyasını dəyişənlərin arxasınca danışmaq kimi bir mərəzim yoxdur. Heç vaxt olmayıb. Elə sizin studiyada adını çəkmək istəmədiyim çox möhtəşəm, həşamətli bir vəzifəli görəvindən çıxarılandan sonra sual verdiniz ki, getdi, nə oldu? Ramiz Mehdiyev, mən xatırlayıram. Mən onun sağlığında və vəzifədə olanda, daha doğrusu sağlığında dedim, Allah hər kəsə uzun ömür versin, o Allahın əlində olan bir şeydir. Sağlığında və görəvdə olanda, vəzifədə olanda parlament tribunasından hətta bir millət vəkilini həbs edəndə demişdim ki, Ramiz Mehdiyev niyə həbs olunmur? Ad çəkməkdirsə, video etsə, o da həbs olunmalıdır, onun da adı çəkilir. Və onda hətta bəzi deputatlar çox belə təlaş içində baxmışdılar mənə də. Və mən daim onun məqalələri haqqında da alternativ yazmışdım. Yəni deputat ola-ola? Deputat ola-ola, bəli, mən deputat idim, o da administrasiya rəhbəri idi. Adını çəkdiniz, orada deyim. Və mən çəkinməmişdim, amma vəzifədən çıxandan sonra nə danışım? Danışacaq nə var ki, nə danışım? Mərhum Cabir İmanov haqqında da 2018-ci ildə bir görüş olmuşdu. Ziyalılar adı ilə bir görüş idi və mən onda etiraz etmişdim ki, Mədəniyyət Nazirliyi Ziyalı adı ilə prezident qarşısına ən azı ziyalıları çıxardanda bir baxmalıdır. Bu 2018-ci il idi. Yəni o xüsusda danışmışdınız siz? O xüsusda danışmışdım. Mən xatırlayıram, onlar hətta babalarının adına küçə falan istəmişlər, həmin bir məşhur. Bəli, həmin şeydə və mən o dövr idi ki, Cabir İmanov rəhmətliyim mənə cavab vermə imkanı var idi. Vermədi. Yox, cavab vermə imkanı var idi və mən danışırdım. Cabir İmanovun mənə cavab vermə imkanı olmayandan sonra nə danışım, niyə danışım, nədən ötürü danışım? Mənim tərbiyəm onu deyir, dünyasını dəyişən haqqında. Ya rəhmət diləyəcəksən, ya danışmayacaqsan. Çünki o haqq dünyasındadır, biz haqq dünyadayıq. Allahın dərgahında hər sualın da cavabı var. Doğru. Bu mənim, yenə deyirəm, yaşam tərzimə, tərbiyəmə, xarakterimə uyğun deyil. Və bugün də israrla deyirəm. O zaman idi ki, cavab vermə imkanı var idi mənə və mən mövqeyimi açıq ifadə etdim. Zaman keçəndən sonra, indi dünyasını dəyişəndən sonra ona səmimi qəlbdən rəhmət diləyirəm. Bu qədər. Allah rəhmət eləsin. Amma məsələnin ayrı bir tərəfi. Bəli. Cəmiyyətimiz aqressivdir. Olduqca aqressivdir. Və aqressiv olmanın səbəbi ədalət prinsipinin cəmiyyətdə düzgün işləməməsidir. Əgər cəmiyyətdə ədalət və ədalətli məhkəmə olmuş olsaydı, insanlar etdiklərinə görə məhkəmə qarşısında obyektiv bəraət və ya cəza almış olsaydılar, insanlarda bu dərəcədə aqressivlik olmazdı. İnsanlar bilərdi ki, hər hansı bir adam etdiyi hər hansı bir hərəkətə görə başqası tərəfindən məhkəməyə verilir. Məhkəmə onun hərəkətinə hüquqi qiymət verir. Ya doğrudur, ya yanlışdır. Ədalətli məhkəmə olan yerdə vəziyyət bu cür olur. Mən çox sevdiyim və çox tez-tez istifadə etdiyim bir deyim var. Məhkəmə ədalətli məhkəmənin olmadığı yerdə bəzən cinayətkar belə haqlı görür. Çünki məhkəmə ədalətli deyil. Bugün Azərbaycanın problemi əslində budur. İnsanların aqressivliyi də budur. Zamanında onun mərhum Cabir bəyin bu hərəkətlərindən narazı olub məhkəməyə müraciət etmiş olan insanlar olsaydı və məhkəmə də adekvat hüquqi qiymətləndirib etmiş olsaydı, bugün bu mövzular olmazdı. Bugün bu mövzulara heç kim, heç bir yerdən girməzdi. Sabah da belə olacaq. Mənim də, sizin də, bir başqasının da hərəkətləri, mövqeyi hüquqa ziddirsə, mütləq ona hüquqi qiymət verilməlidir. Hüquqi qiymət verilməyən yerdə bu cür nihilizm yaranır və nəticədə insanlar azad olduqları məkanda, sosial şəbəkələrdə rəylərini bu dərəcədə sağa-sola səpələyə bilirlər. Biz hələ azadlığın özünü də dərk etmirik, çox təəssüflər olsun ki. Azadlıq hər şeyi demək, hər şeyi etmək sərbəstliyi və yaxud da müstəqilliyi deyil. Nəyəsə məcbur edilməməkdir. Məcbur olmadığınızca, əziz dostlar, bu cür şeylər yazmayın. Amma
cəmiyyəti bu bəladan, bu aqressivlikdən və bu cür yanaşmalardan ki, bu yanaşmaların özünün tərkibində həm milli mental dəyərlərə, həm etik normalara zidd elementlər var. Bunların aradan qalxması üçün mütləq ədalətli məhkəmə olmalıdır. Ədalətli məhkəmə olmayacaqsa belə olacaq. Çox rast gəldim bəzi şərhlərə ki, ölənin arxasınca danışmaq, Stalini misal gətiriblər, Hitleri misal gətiriblər və s. İctimai-siyasi statusu olan insanlar da hərəkətlərinə, bəzən hərəkətsizliklərinə o qədər diqqət etməlidirlər ki, onların tarixdəki yeri tarixin bəlli bir dönəmi üçün silinmir. O dövrdə müzakirələr olunur. O müzakirələrdən qaçmaq üçün, o müzakirələrin və ya pozitiv olmasını istəyirsənsə, mütləq hərəkətlərə diqqət edəcəksən. Məncə, bu mövzunu qapadaq və bir daha deyirəm, mən 2018-ci ildə gərəkilən nə lazımdırsa demişəm, ölümündən 7 il əvvəl və Cabir İmanovun cavab vermək imkanları var idi. Ədalətin təməli həm də qarşı tərəfi də dinləməkdir. Məhkəmə olanda belə, hətta ən ağır cinayətkara belə söz hüququ verilir, danışmaq hüququ verilir. Bugün danışmaq hüququ olmayan bir insan barəsində müzakirə açmağı etik hesab etmirəm və bir daha Allahdan Cabir İmanova rəhmət, yaxınlarına, doğmalarına, onu sevənlərə səbir diləyirəm. Amin. Allah rəhmət eləsin.